Bakıda Azərbaycan-Vyetnam biznes forumu keçirilir. Biznes forumda Azərbaycandan və Vyetnamdan rəsmi şəxslərlə yanaşı 170-ə yaxın iş adamı iştirak edir. Tədbir çərçivəsində Azərbaycan və Vyetnam iş adamları arasında iki tərəfli görüşlər keçirilib. Prezident İlham Əliyev və Vyetnam prezidenti Chong Tang Shang biznes forumda nitq söyləyiblər. Ölkə başçısı İlham Əliyev çıxışında iş adamlarına olan tələblərini açıqlayıb. Azərbaycan dövləti özəl sektoru dəstəkləyir. Mən Azərbaycan iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm. Onlara öz siyasi dəstəmi verirəm. Yeganə onlardan tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər və belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər qanun çərçivəsində öz həllini